Lötkənin test drive'ı gedir. Demirəm, lötkən, dəf dedim ha, səlyanlılar kimi. Yani bu çəp sadı burada hələ belə şeydir yani ki, özümü sığorta şeylə bağlamışam. Güzel. Biri deyir sənin üçün tava alacağım çöldə yemək pişirməyə. Mən gərək pılımı yığam özümə GoPro-dur nədir ondan alam. Bu zaşitli trosumu görürsünüz. Sonra deməsinlər ki, sumu dəniz apardı da, sum qayıt. No kayfdır, ləzzətdir. Dekabr ayının 20'si. Vay be, vay be. Какой balık? Ne balık? Bu kayfdır da. Bir dənə ne yadımdan çıxıb. Bunun içine neyse atmaq lazımdır. Yani bunun için işçerpat eləmək lazım deyil. Hətta mənim yakrım bile var. İndi bizim zona cəmaatı profesional balıqçı ovçudur. Lotkada sürməyə profesional bacarırlar. Yəqin mən bağışlayarım, mən bu işdə xamam, naşıyam, həvəskaram. Mən bunu dincəlmək üçün almışam. Hətta mənim yakrım da var ki, atım burada. Uzanım qalım suyun ortasında. Vay be. Ləzzət. Bütün çöl həyatı yaşayanları, balıq ov həvəskarların hamısını salamlayıram. Əvvəlcə də test drive'ı doğulub boya başa çatdığın yerdə aparasan ki, sonra gedib dənizə, kanala zada tullanasan. Birdən-birə dənizə, kanala tullanarsan, o tullanan da olarsan elə. Şir qırağının əcəb seyrəncahı var. Gözəlliyə bax, maşallah. Selyanıma qurban olum. Ay Allah. Sözün açığı mən Azərbaycanın heç bir bölgələrinə ayırmıram. Selyan, Neftçala, Hacıqabul, Şirvan, Akstafa, STK, Yalama, hamısı vətəndir. Amma mən bu qumsal torpaqda böyümüşəm də, burada böyümüşəm. Gözəl. Yeri gəlmişkən Lotkanın təşkili üçün qardaşlarıma təşəkkürümü, minnətdarlığımı bildirirəm. Adlarını çəkməyəcəm. Utandırmayacağım. Yaxşı qardaşlardır. Çox sağ olun, var olsun. Allah köməyiniz olsun. Bura heç yakırda da lazım deyil. Qalmışam da belə. Bir dənə yatmaq lazımdır burada bir şey.